Futsal. Futsal sözünün mənası. Futsal sözünün mənası salon futbolu, zal futbolu deməkdir. Bu oyun haqqında ilk söhbətlərin tarixi 1930-cu illər Urugvayın paytaxtı Montevideoya gedib çıxır. Futsalın vətəni Urugvaydır. Futsal yaranıb 1930-cu ildə. Bəs futsalın yaradıcısı kimdir? Futsalın yaradıcısı Juan Carlos'dur. Dedik ki, futsal yaranıb 1930-cu ildə. Futsalın yaradıcısı Juan Carlos'dur. Hər bir idman oyunu yarandıktan sonra onun qaydaları işlənib hazırlanır. Futsal yarandı 1930-cu ildə. Onun yaranışından 3 il sonra 1933-cü ildə ilk oyun qaydaları bərpa olundu. Qaydalar 1933-cü ildə bərpa edildi. Yəni futsalın yaranışından 3 il sonra. Futsal 1989-cu ildə FIFA'ya birləşdirildi. Bəli, futsal 1989-cu ildə FIFA'ya birləşdirildi. Futsala FIFA rəhbərlik edir beynəlxalq aləmdə. Azərbaycan Futsal Federasiyası 1998-ci ildə yaranıb. Azərbaycan Futsal Federasiyası 1998-ci ildə yaranıb. Azərbaycan Futsal Federasiyasının prezidenti Zaur Axundovdur. Azərbaycan Futsal Federasiyası da AFFA-ya tabedir. Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan 1991-ci ildə müstəqilliyini əldə etdi. Müstəqillik əldə etdikdən sonra ilk Azərbaycan çempionatı 1993-cü ildə keçirilir. Demək, futsal üzrə ilk Azərbaycan çempionatı 1993-cü ildə keçirildi. Azərbaycan müstəqilliyi əldə etdikdən sonra ilk Azərbaycan çempionatı 1993-cü ildə keçirildi. Və ilk Azərbaycan çempionu Nicat komandası oldu. Futsal oyun qaydaları 17 bənddən ibarətdir. Bu bəndə nələr daxildir? Küçdən zərbə, qapıdan zərbə, başlanğıc zərbə, sərbəst zərbə. Ümumilikdə futsal oyun qaydaları 17 bənddən ibarətdir. Futsalda Avropa və dünya çempionatı 4 ildən bir keçirilir. Futsalda Avropa və dünya çempionatı 4 ildən bir keçirilir. İlk dünya çempionatı 1989-cu ildə keçirilir. Ümumilikdə 10 dənə dünya çempionatı keçirilir. Futsal üzrə ilk dünya çempionatı 1989-cu ildə keçirilir. Və biz dedik ki, dünya və Avropa çempionatı hər ikisi 4 ildən bir keçirilir. 10 dünya çempionatı keçirilir. Ən çox dünya çempionu olan ölkə Braziliya. Braziliya 6 dəfə dünya çempionu olub. Futbolda Braziliya 5 dəfə dünya çempionu olub. Futsalda Braziliya 6 dəfə dünya çempionu olub. İstər futbol, istər futsalda ən çox dünya çempionu olmuş ölkə Braziliyadır. İspanya 2 dəfə dünya çempionu olub. İspanya. Portuqaliya 1 dəfə dünya çempionu olub. Argentina 1 dəfə dünya çempionu olub. Demək, ən çox dünya çempionu olmuş ölkə Braziliya 6 dəfə, ən az dünya çempionu olmuş ölkə Portuqaliya, Argentina 1 dəfə. İlk dünya çempionatı neçənci ildə keçirilib? 1989-cu ildə. Dünya və Avropa çempionatı neçə ildən bir keçirilir? 4 ildən bir keçirilir. Dünya çempionatında 24 komanda iştirak edir. Bəli, futsalda
dünya çempionatında 24 komanda iştirak edir. Futzalda dünya çempionatında 24 komanda iştirak edir. 24 komanda iştirak edirsə 6 dənə qrup olur. 6 dənə qrup olur. Hər qrupda 4 komanda iştirak edir. Futzalda dedik ki, dünya çempionatında 24 komanda iştirak edir. Dünya çempionatında 6 dənə qrup olur. Hər qrupda 4 dənə komanda iştirak edir. Hər qrupdan ən çox xal toplayan 2 komanda digər mərhələdə iştirak edir. 6 dənə qrup deyil. 6 qrupdan A qrupu var, B qrupu var, C qrupu, D qrupu, E qrupu, F qrupu. 6 dənə qrupdan ən çox xal toplayan birinci və ikinci komanda digər mərhələdə iştirak edir. Yəni 6 dənə qrupdan ən çox xal toplayan 2 komanda çıxsa 12 komanda digər mərhələdə iştirak edəcək. Gəldik nəyə? Futzalda Avropa çempionatına. Futzalda ilk Avropa çempionatı. 1996-cı ildə keçirilib. Söhbət ilk dəfə keçirilən Avropa çempionatından gedir. İlk Avropa çempionatı 1996-cı ildə keçirilib. 12 Avropa çempionatı keçirilib. 12. Ən çox Avropa çempionu olmuş ölkə İspaniyadır. İspaniya 7 dəfə Avropa çempionu olub. İtaliya yığması 2 dəfə Avropa çempionu olub. Portuqaliya yığması 2 dəfə Avropa çempionu olub. Rusiya yığması 1 dəfə Avropa çempionu olub. Demək, ən çox Avropa çempionu olmuş ölkə İspaniyadır. 7 dəfə Avropa çempionu olub. Ən az futsal üzrə Avropa çempionu olmuş ölkə Rusiyadır. 1 dəfə Avropa çempionu olub. Futzalda Avropa çempionatında 16 komanda iştirak edir. Avropa çempionatında 16 komanda iştirak edir. 4 dənə qrup olur. 4 dənə qrup olur. Hər qrupda 4 komanda olur. Hər qrupda 4 komanda olur. 4 komanda olur. Avropa çempionatında dedik 16 komanda iştirak edir. 4 dənə qrup olur. A qrupu, B qrupu, C qrupu, D qrupu. Hər qrupda 4 komanda iştirak edir. Hər qrupdan ən çox xal toplayan 2 komanda. Dünya çempionatı necə idi? 6 qrupdan ən çox xal toplayan 2 komanda digər mərhələyə keçirdi. Avropa çempionatında da 4 dənə qrup deyil. Hər qrupdan ən çox xal toplayan 2 komanda digər mərhələyə keçir. 4 dənə qrupdur. 4 qrupdan 2 komanda digər mərhələyə keçirsə, artıq buradan 8 komanda digər mərhələyə keçəcək. Futzalda tavanın minimal hündürlüyü, tavan yəqin ki bilirsiniz nə deyirik, tavanın minimal hündürlüyü 4 metr olmalıdır. Futsal təmiz vaxtda oynanılan idman oyunudur. Futsal təmiz vaxtda oynanan idman oyunudur. Biz təmiz vaxtda oynanılan idman oyunlarına basketbolu, 3-3 basketbolunu demişdik. Bəli, futsal da təmiz vaxtda oynanılan idman oyunudur. Yəni top meydandan çıxdı, vaxt dayandırılır. Top meydana daxil oldu, vaxt işə salınır. Futsal Olimpiya oyunları proqramına daxil deyil. Yadda saxlayın, bir şahmat Olimpiya oyunları proqramına daxil deyil. Bir də futsal Olimpiya oyunları proqramına daxil deyil. Əgər Olimpiya oyunları proqramına daxil deyilsə, biz bu zaman deyirik ki, futsal qeyri-olimpiya idman növüdür. Futsalda meydanın işarələnməsi. Meydanı məhdudlaşdıran xətlər var. Meydanı məhdudlaşdıran 2 uzun xət. Baxın, meydançanı məhdudlaşdıran 2 dənə uzun xət. Bunlar gedir yan xətlər. 2 dənə qısa xət isə bunlar gedir qapı xətdir. Və gördüyümüz kimi meydan
mərkəz xətti ilə iki hissəyə bölünür. Bu xətt həm də yan xəttləri mərkəzlə birləşdirir. Demək, futsal meydançası mərkəz xətti ilə iki hissəyə bölür. Həm də bu xətt yan xəttləri nə edir? Mərkəzlə birləşdirir. Mərkəz xəttinin ortasında, bax burada, mərkəz xəttinin ortasında radiusu 6 santimetrə malik olan mərkəz nöqtəsi qeyd olunur. Bax burada mərkəz xəttinin ortasında radiusu 6 santimetrə malik olan mərkəz nöqtəsi qeyd olunub. Mərkəzi dairənin diametri 6 metrdir. Nöqtənin ətrafında radiusu 3 metr olan dairə çəkilir. Demək, futzalda mərkəzi dairənin diametri neçə olacaq? 6 metr. Radius bir tərəfə düşən isə olacaq 3 metr. Yəni, futzalda oyun başlanğıc zərbə ilə başlanan zaman rəqib komandanın oyuncuları minimum 3 metr məsafəni saxlamalıdır. Gəldik nəyə? Künc zərbəsi. Künc zərbəsi, bax burada qeyd olunub künc zərbəsi. Künc zərbəsi yerinə yetirilərkən müdafiə olunan komandanın oyuncularının lazımi məsafəyə riayət etməsi üçün künc qövsündən 5 metr məsafədə meydanın xaricindən qapı və yan xəttə perpendikular olan xətt çəkilir. Bu xəttlərin eni 8 cm, uzunluğu isə 40 cm-dir. Bəli, futzalda küncdən zərbə zamanı rəqib komanda minimum 5 metr məsafəyə riayət eləməlidir. Futzalda demək olar ki, məsafələr ancaq biz 5 metrdən danışdıq. Bir dənə başlanğıc zərbədə 3 metr məsafə gözlənilir. Mübahisəli topda 2 metr. Bax, bu ikisini çıxmaq şərti ilə deyirəm, yadda saxlayaq. Başlanğıc zərbədə rəqib 3 metr məsafəni saxlayır. Mübahisəli topda 2 metr məsafəni saxlayır. Bunlardan başqa bütün digər zərbələrdə, yan xəttdən zərbədir, cərmə zərbəsidir, sonra küncdən zərbədir, hamısında 5 metr məsafə saxlanılır rəqib tərəfindən. Gəldik meydançanın ölçülərinə. Biri var rəsmi yarışlar, biri var qeyri-rəsmi yarışlar. Qeyri-rəsmi yarışlarda meydançanın əvvəla minimum ölçülərini deyirlər. Minimum ölçüsü qeyri-rəsmi yarışlarda yazıram bura. Meydançanın minimum ölçüsü 25'in 16'yadır. Maksimum ölçü 42'nin 25'ədir. Qeyri-rəsmi yarışlar üçündür bu. Qeyri-rəsmi yarışlar üçün. Meydançanın minimal ölçüləri, yəni uzunluğu 25 metrdir, eni 16 metrdir. Maksimal ölçülərdə isə uzunluğu 42 metrdir, eni 25 metrdir. Gəldik nəyə? Rəsmi yarışlara. Rəsmi yarışlarda meydançanın minimal ölçüsü deyəndə 38'in 20'yə, maksimal ölçü deyəndə 42'nin 25'ə. İstər qeyri-rəsmi yarışlarda, istər rəsmi yarışlarda meydançanın maksimal ölçüləri dəyişməz olaraq qalır. Qeyri-rəsmi yarışlarda da meydançanın maksimal ölçüsü 42'nin 25'ədir, rəsmi yarışlarda da. Demək, dəyişən nədir? Dəyişən meydançanın minimal ölçüləridir. Bəli, minimal ölçülər qeyri-rəsmi yarışlarda 25'in 16'ya, 25 meydançanın uzunluğu 16 eni, rəsmi yarışlarda 38 meydançanın uzunluğu, eni isə 20 metr olacaq. Dediyim kimi, istər qeyri-rəsmi yarışlar, istər rəsmi yarışlar, meydançanın istər qeyri-rəsmi, istər meydançanın maksimal ölçülər hər ikisində 42'nin 25'ə, 42 metr uzunluğu, 25 metr enidir. Gəldik nəyə? Künc bölməsinə. Künc bölmələri, baxın, künc bölmələri burada qeyd olunub. Künc bölməsi oyun meydanının daxilində 1/4, yəni radiusu 25 santimetrə malik olan qövs ilə müəyyən olur. Yəni buradakı qövslər, künc qövslərin radiusu 25 santimetrə malikdir. 4 dənə künc qövsü qeyd olunub. Bu qövslərin ölçüsü 25 santimetrə malikdir. Futbolda künc qövsünü radiusu 1 metr demişdik. Futzalda 1 metrin 1/4 hissəsi 0,25 santimetrə bərabərdir. Yəni futzalda künc qövsünün radiusu
sıfırdan %25 santimetrə malikdir və künc qövsünün eni və bu künc qövsünün eni 8 santimetrdir. Küncdən zərbə zamanı rəqib 5 metr məsafəyə riayət etməlidir. Yəni küncdən zərbə zamanı rəqib komandanın oyunçuları minimum 5 metr məsafədə olmalıdırlar. Yenə deyirəm, künc qövsünün radiusu 25 santimetrdir. Eni isə həmin o künc qövsü radiusunun eni isə burada olacaq. Neçə? Xəttin eni 8 santimetr. Gəldik nəyə? Cərmə meydançasına. Aha. Cərmə meydançası nədir? Və gördüyümüz kimi burada qeyd olunub cərmə meydançası. Hər bir qapı dirəyinin, baxın, qapı dirəyinin daxili hissəsindən, daxili hissə yəni içəri hissəsindən qapı xəttinə perpendikulyar, uzunluğu 6 metr olan, baxın, uzunluğu 6 metr olan 2 dənə xəyali xətt çəkilir. Baxın, 2 dənə xəyali xətt çəkilir, uzunluğu 6 metr olan. Bir 10 metrlik xətt qeyd olunub, bir də 6 metrlik. Uzunluğu 6 metr olan, bax bura qədər 6 metr dər ikisində. Uzunluğu 6 metr olan 2 dənə xəyali xətt çəkilir. Bu xəttlərin sonunda ən yaxın yan xətt istiqamətində hər birinin radiusu qapı dirəyindən 6 metr olan qövs çəkilir. Artıq qapı 6 metrlik məsafədə gördüyümüz kimi cərmə meydançasının qövsü çəkilir. Hər bir qövsün uzun hissəsi qapı dirəklərinin arasında olan qapı xəttinə paralel çəkilən və uzunluğu 3 metr 16 santimetr xəttlə birləşdirilir. Bu xəttlərlə məhdudlaşdıran sahə cərmə meydançası adlanır. Gördüyümüz kimi cərmə meydançası qeyd olunub və cərmə meydançası yenə qapı xəttindən 6 metr məsafədə çəkilmiş bir xəttdir. Bu xəttin artıq içərisində edilən qayda pozuntularına görə 6 metrlik cərmə zərbəsi təyin edilir. Hər bir cərmə meydanı daxilində deyəndə, yəni artıq cərmə meydançasının içərisi nəzərdə tutulur. Hər biri var cərmə meydançasının xarici, biri var daxili. Cərmə meydançasının daxili bax buradır. Hər bir cərmə meydanının daxilində qapı dirəkləri arasında onlardan eyni məsafədə olan nöqtədən 6 metr məsafədə qeyd olunub 6 metr məsafədə 6 metrlik cərmə zərbəsi nöqtəsi işarə edilir. Bu nöqtənin radiusu 6 santimetrə malikdir. Bir də deyirəm, hər bir cərmə meydançası daxilində qapı dirəkləri arasında, baxın 2 dənə qapı dirəyi var. Qapı dirəkləri arasında onlardan eyni məsafədə olan nöqtədən 6 metr məsafədə 6 metrlik cərmə zərbəsi nöqtəsi işarə edilir. Bu nöqtənin radiusu 6 santimetrə malik. Nöqtə burada qeyd olunub və bu nöqtənin radiusu 6 santimetrə malikdir. Sonra cərmə meydançası daxilində 10 metrlik cərmə zərbəsi nöqtəsindən 10 metrlik, baxın artıq 10 metrlik hardandır? Baxın 10 metrlik bura gəlir. 6 metrlik cərmə zərbəsi nöqtəsi burada, 10 metrlik cərmə zərbəsi nöqtəsi bax burada işarə bura qeyd olunur. 10 metrlik cərmə zərbəsi nöqtəsindən 5 metr məsafədə əlavə bir işarə xətt qoyulur. Baxın 10 metrlik cərmə zərbəsi nöqtəsi budur. Ondan 5 metr məsafədə burada bir xətt qoymuşam mən. Bu xəttə diqqət yetirin. Belə bir xətt qoyulub. Aha. Bu xətt nə üçündür? Müdafiə olunan komandanın qapçıları 6-cı toplanmış qayda pozuntusundan başlayaraq. Baxın. Futzalda qayda pozuntusu limiti 5'dir. 5'də heç bir cərmə zərbəsi təyin edilmir. 6-cı toplanmış qayda pozuntusundan başlayaraq 10 metrlik cərmə zərbəsi təyin edilir və 10 metrlik cərmə zərbəsi gördüyümüz kimi buradan yerinə yetirilir və biz deyirik ki, cərmə meydançası daxilində, yəni içərisində 10 metrlik cərmə zərbəsi nöqtəsindən 5 metr məsafə, yəni buradan bura qədər məsafə 5 metrdir. 5 metr məsafədə bir işarə xətt qoyulub ki, müdafiə olunan komandanın qapçıları 6-cı toplanmış qayda pozuntusundan başlayaraq təyin olunmuş
cərimə zərbəsinin vuruşu zamanı tələb olunan məsafəyə riayət etsinlər. Yəni 10 metrlik cərimə zərbəsi zamanı qapçı nə edə bilər? Ancaq 5 metr bura qədər çıxa bilər. Bu xətt onun üçün burada qoyulub ki, qapçı 5 metr bura qədər çıxsın. Bu xəttində, yəni bu işarənin xəttin eni 8 santimetrdir, uzunluğu isə 40 santimetrdir. Və yadda saxlayırıq ki, 10 metrlik cərimə zərbəsi zamanı qapçı bu xəttə qədər 5 metr çıxa bilər və 10 metrlik cərimə zərbəsindən bu xətt elə 5 metr məsafədə çəkilmiş xəttdir. Gəldik nəyə? 10 metrlik nöqtəyə. Qapı dirəkləri arasında, elə burada göstərək. Qapı dirəkləri arasında onlardan eyni məsafədə olan nöqtədən 10 metrlik məsafədə və burada nöqtə işarə edilib. Bu nöqtənin radiusu 6 santimetrə malikdir. İstər 6 metrlik cərimə zərbəsi nöqtəsinin, istər 10 metrlik cərimə zərbəsi nöqtəsinin radiusu 6 santimetrə malikdir. Aha, meydan daxilində 10 metrlik cərimə zərbəsi nöqtəsi vuruşu zamanı, yəni artıq 6-cı toplanmış qayda pozuntusundan başlayaraq 10 metrlik cərimə zərbəsi təyin olunur. Düzdürmü? 10 metrlik cərimə zərbəsi nöqtəsi zamanı, yəni vuruşu zamanı oyunçular riayət etməli olduqları minimal məsafə var. Oyunçular hansı məsafəyə riayət eləməlidirlər? Oyunçuların riayət etməli olduqları minimal məsafəni göstərmək üçün 5 metr sağda, 5 metr solda 2 dənə əlavə işarə qoyulur. Yəni 10 metrlik cərimə zərbəsi zamanı komandanın oyunçuları cərimə zərbəsini yerinə yetirən oyunçular ya 5 metr geridə olmalıdır, yaxud ya 5 metr sağa, yaxud 5 metr solda olmalıdır. Və gördüyümüz kimi burada 2 dənə xətt, işarə göstərilir. Bu işarə nə üçündür? Oyunçuların riayət olduqları minimal məsafəni göstərir. Yəni 5 metr sağa, 5 metr sola və hər birinin də radiusu 4 santimetrə malikdir. Yenə deyirəm, 10 metrlik cərimə zərbəsi zamanı oyunçular 10 metrlik cərimə zərbəsini yerinə yetirən oyuncudan 5 metr geridə olmalıdırlar, yaxud da 5 metr sağda, 5 metr solda bu xətti qabağa keçə bilməzlər. Gəldik nəyə? Əvəzetmə zonalarına. Əvəzetmə zonaları ehtiyat oyunçular oturacaqlarının qarşısında yan xətt üzərində yerləşir. Bəli, əvəzetmə zonası ehtiyat oyunçular oturacaqlarının qarşısında yan xəttin üzərində yerləşir. Onlar texniki zonanın qarşısında yerləşir. Mərkəz xəttin hər iki tərəfindən 5 metr məsafədə olmaqla 5 metr uzunluğa malikdir. Yəni futzalda istər rəqib üçün, istər bizim üçün əvəzetmə zonasının uzunluğu 5 metrdir. Mərkəz xəttindən sağ tərəf, sol tərəfdə rəqib üçün və bizim üçün əvəzetmə zonası göstərilmişdir. Əvəzetmə zonasının uzunluğu 5 metrə malikdir. Rəqib üçün də, bizim üçün də əvəzetmə zonaları ehtiyat oyunçular oturacaqlarının qarşısında yan xəttin üzərində yerləşir. Komandanın əvəzetmə zonası meydanın ona aid hissəsində yerləşir. A komandası özünə aid hissəsindədir, B komandası özünə aid hissəsində yerləşir əvəzetmə zonası. Və maçın ikinci hissəsində əgər təyin olunarsa, əlavə vaxtda komandalar əvəzetmə zonalarını dəyişirlər. Bəli, birinci hissə bitdi, ikinci hissə keçəndə qapılar dəyişiləndə əvəzetmə zonaları da dəyişilir. Və hər komandanın əvəzetmə zonası meydançanın özünə aid hissəsindədir. Əvəzetmə zonasının uzunluğu isə nə qədərdir? 5 metr. Rəqib üçün də 5 metr, bizim üçün də 5 metr. Gəldik nəyə? Texniki zonaya. Texniki zona oyun zamanı komandanın rəsmi şəxslərinin, baxın, görün kimlər üçün nəzərdə tutulur. Komandanın rəsmi şəxslərinin, ehtiyat oyunçularının və əvəz edilmiş oyunçularının yerləşməsi üçün ayrılmış xüsusi zonadır. Demək, texniki zonada komandanın rəsmi şəxsləri, ehtiyat oyunçuları və əvəz edilmiş oyunçuların yerləşməsi üçün xüsusi ayrılmış zona elə texniki zonadır. Texniki zona
ehtiyat oyuncular üçün nəzərdə tutulmuş oturacaqların hər iki tərəfindən 1 metr məsafədə və yan xətdən 75 sm məsafədə çəkilmiş xətlərlə məhdudlaşdırılmışdır. Kitabda texniki zonanın şəkili var, görəcəksiniz. Texniki zonada yerləşməsinə icazə verilən şəxslərin sayı yarışın reglamenti ilə, yəni yarışın əsasnaməsi ilə müəyyənləşir. Eyni vaxtda yalnız bir nəfərin texniki zonada taktiki göstərişlər verməsinə icazə verilir. Texniki zona futzalda bu il mənim ölçə qəbuluna düşmüşdü texniki zona. Şəkili gətirib salmışdılar, ölçülər verilmişdi. Yazmışdı ki, bu nəyin ölçüləridir? Əvəz etmə zonasından 5 metrlik əvəz etmə zonasından texniki zonanın ölçüləri verilmişdi. Texniki zona, yəni şəkil kitabda var. Rahat oradan baxıb öyrənəsiniz. Gəldik nəyə? Qapılara. Qapı, artıq qapı haqqında danışaq. Qapı, hər bir qapı xəttinin mərkəzində yerləşdirilməli. Bəli, qapı xəttinin mərkəzində. Qapı, meydanın künc nöqtələrindən eyni məsafədə olan iki şaquli dirəkdən və onu birləşdirən üfüqi tirdən ibarətdir. Onları üstdən birləşdirən üfüqi tirdən ibarətdir. Dirəklər arasında məsafə, baxın, dirəklər arasında məsafə 3 metrdir. Qapının eni 3 metrdir, hündürlüyü isə 2 metrdir. Demək 3-ün 2-yədir. Qapının eni 3 metr, hündürlüyü 2 metr. Qapı dirəkləri, qapı tiri eyni genişliyə və dərinliyə sahib olmalı və 8 santimetri aşmamalıdır. Meydanda olan digər xətlərin qalınlığı 8 santimetrdir. Futzalda ümumiyyətlə bütün xətlərin qalınlığı 8 santimetrdir. Amma handbolda biz belə deməmişdik. Handbolda demişdik qapı xəttinin qalınlığı 8 santimetr, meydanda olan digər xətlərin qalınlığı 5 santimetrdir. Futzalda isə bütün xətlərin, qapı xətti, yan xətt, bütün xətlərin qalınlığı 8 santimetrdir. Futzalla handbolda qapının ölçüləri hər ikisində 3-ün 2-dir. 3-ün 2-yə 3 qapının eni 3, hündürlüyü isə 2 metrdir. Qapı dirəkləri və tir meydandan fərqlənən rəngdə olmalıdır. Gəldik nəyə? Gəldik futzalda meydan seçiminə. Bütün idman oyunlarında olduğu kimi futzalda da meydan seçimi necə müəyyənləşdirilir? Meydan seçimi püşkatma ilə müəyyənləşdirilir. Bir dənə biz demişdik ki, hansı idman oyununda basketbolda püşkatma keçirilmir, təqvimə əsasən müəyyənləşdirilir. Futzalda oyunun əvvəlində püşkatma keçirilir. Püşkatmada qalib gələn komanda birinci hissədə hücum edəcəyi qapının yaxud topu mərkəzdən yerinə yetirəcəyini seçir. Bəli, püşkatma keçirildi. Mən püşkatmanı qazanmışam. Mən ya meydan seçimi eləməliyəm, ya başlanğıc zərbəni seçməliyəm. Mən hər ikisini eyni vaxtda seçim edə bilmərəm. Hər ikisini də mən edim, belə bir şey yoxdur. Ya başlanğıc zərbəni seçməliyəm, ya meydan seçimi. Əgər meydan seçimini seçirəmsə, rəqib başlanğıc zərbəni yerinə yetirəcək. Yox, püşkatmanı mən qazanmışam. Başlanğıc zərbəni seçirəmsə, rəqib meydan seçimi edir. Bəs birinci hissə ərzində, baxın, birinci hissə ərzində hücum edəcəyi qapını seçən komanda, artıq komanda qapı seçiminə üstünlük verdi. Hücum edəcəyi qapını seçən komanda ikinci hissədə topu mərkəzdən, yəni başlanğıc zərbə ilə oyuna başlayacaq. İkinci hissədə komandalar qapılarını dəyişir. Yəni birinci hissə oynanıldı. İkinci hissə başlamamışdan əvvəl komandalar qapılarını dəyişir və əks qapılara hücum edirlər. Komandaların birinin qol vurmasından sonra, məsəl üçün A və B komandası arasında görüş getirir. A komandası B komandasının qapısına top vurdu. Yəni B komandası topu qapısından buraxdısa, topu qapısından buraxan komanda oyunu başlanğıc zərbə ilə, yəni mərkəzdən bərpa eləməlidir. Komandalardan birinin qol vurmasından sonra başlanğıc zərbə digər komanda tərəfindən, yəni topu qapısından buraxan komanda tərəfindən yerinə yetirilir. Başlanğıc zərbəni yerinə yetirən oyuncu istisna olmaqla
Baxın, başlanğıc zərbəni yerinə yetirən oyuncu harda olacaq? 6 metrlik mərkəzi dairənin içərisində. Rəqib oyunçular neçə metr məsafə saxlayacaq? Minimum 3 metr. Başlanğıc zərbəni yerinə yetirən oyuncu istisna olmaqla bütün oyuncular meydançanın özlərinə aid hissəsində olmalıdırlar. Oyun mərkəzdən başlanarkən rəqib oyuncular topun oyuna daxil edilməsinə qədər topdan ən azı 3 metr məsafədə olmalıdırlar. Top meydanın mərkəz nöqtəsində. Baxın, burada qeyd eləmişəm. Top meydanın mərkəz nöqtəsində hərəkətsiz vəziyyətdə olmalıdır. Hakim işarə verir. Topa zərbə endirildikdə və top aşkar şəkildə hərəkət etdikdə oyunda sayılır. Başlanğıc zərbədən birbaşa, baxın, başlanğıc zərbədən birbaşa rəqib komandanın qapısına vurulan top qapıdan keçərsə, qol qeydə alınacaq, rəqib komanda oyunu başlanğıc zərbə ilə bərpa edəcək. Mən sizə bunu futbolda da demişdim ki, istər futbol olsun, istər futsal olsun, başlanğıc zərbədən birbaşa rəqib komandanın qapısına vurulan top qapıdan keçərsə, qol qeydə alınır. Bunu yadda saxlayaq. Əgər top birbaşa başlanğıc zərbəni yerinə yetirən oyuncunun qapısına daxil olarsa, başlanğıc zərbəni mən yerinə yetirirəm, top birbaşa mənim öz qapıma daxil olarsa, bunu futbolda da dedik, futzalda da deyirik, qol qeydə alınmır, rəqib komandanın xeyrinə küncdən zərbə təyin ediləcək. Əgər başlanğıc zərbəni yerinə yetirən oyuncu, mən başlanğıc zərbəni yerinə yetirirəm, başlanğıc zərbəni yerinə yetirən oyuncu top digər oyuncunun toxunmasından əvvəl yenidən ayaqla toxunarsa. Yəni başlanğıc zərbəni başladım, top digər oyuncuya toxunmamışdan əvvəl topa ikinci dəfə ayaqla mən toxunuş elədimsə, bu sərbəst zərbədir. Yəni istər yan xəttdən zərbə, istər başlanğıc zərbə, istər qapıdan zərbə, həmən zərbəni başlayan oyuncu top digər oyuncuya toxunmamış, ona ikinci toxunuş edə bilməz. Edərsə bu qayda pozuntusudur. Başlanğıc zərbədə mən başlanğıc zərbəni başladım, top digər oyuncuya toxunmamış, həmən, yəni mən topa ikinci toxunuşu ayaqla elədimsə sərbəst zərbə, ikinci toxunuşu əllə elədimsə rəqib komandanın xeyrinə cərimə zərbəsi təyin edilir. Gəldik nəyə? Püşkatmaya. Əsas hissədə oyunun əvvəlində püşkatma keçirilir. Püşkatma nə üçün keçirilir? Püşkatma nə üçün keçirilir? Hansı komanda meydançanın hansı hissəsində oynayacaq? Hansı komanda başlanğıc zərbə ilə topu oyuna başlayacaq? Demək, əsas hissədə püşkatma keçirilir. Əlavə hissədən qabaq püşkatma keçirilir. Hansı komanda harda oynayacağı, hansı komandanın topu birinci başlamağı püşkatma ilə müəyyənləşir. Yəni, əsas hissə oynanılıbsa, eləcə 40 dəqiqə oynanılıbsa, bircə dəfə püşkatma keçirilir. Əsas əlavə hissə oynanılıbsa, yəni qalib əlavə hissədə bəlli olubsa, 2 dənə püşkatma keçirilir. Gəldik nəyə? Əsas hissə oynanıldı, hesab bərabərdir. Əlavə hissə oynanıldı, hələ də qalib müəyyənləşməyibsə, artıq penalti seriyalarına gedirlər. 6 metrlik penaltılar zamanı hakim penaltı zərbəsinin hansı qapıya vurulmasını qərar vermək üçün püşkatma keçirilir. Yəni futzalda penalti seriyalarının hansı qapıya vurulacağı o da püşkatma ilə müəyyənləşdirilir. Hakim kapitanlar arasında bir də təkrar püşkatma keçirir. Bəs bu püşkatmanı nə üçün keçirir? Püşkü udan komanda penaltını birinci yaxud ikinci yerinə yetirəcəyini seçsin. Demək, futzalda əsas hissə oynanılıbsa, qalib bəlli olubsa, birdə dənə püşkatma keçirilir. Əsas plus əlavə, qalib əlavə hissədə bəlli olubsa, 2 dəfə püşkatma keçirilir. Əsas hissə oynanılıb, əlavə hissə oynanılıb, qalib penalti seriyalarında müəyyənləşib də 4 dəfə püşkatma keçirilir. Penalti seriyalarında penaltının hansı qapıya vurulacağı püşkatma ilə müəyyənləşdirilir. Bir də penaltının birinci və ikinci yerinə yetirəcəyini müəyyənləşdirmək üçün hakim kapitanlar arasında da püşkatma keçirir.
Mərkəzdən başlama. Mərkəzdən başlama da yəni mərkəzdən başlama nə deməkdir? Topun başlanğıc zərbədən oyuna daxil edilməsi. Oyun nə vaxt mərkəzdən başlanılır? Qol vurularkən. Komanda topu qapısından buraxdısa, mərkəzdən başlanılacaq. Əsas hissədə hissələrin əvvəlində, əlavə hissədə hissələrin əvvəlində. Demək, əsas hissədə hissələrin əvvəlində, əlavə hissədə hissələrin əvvəlində, bir də hansı komanda topu qapısından buraxarsa, mərkəzdə, yəni başlanğıc zərbədən topu oyuna başlayacaq. Cərmə zərbəsi, sərbəst zərbə, 6 və 10 metrlik zərbə, topun yan xəttdən, yəni outdan oyuna daxil edilməsi, topun qapıdan oyuna daxil edilməsi və küncdən zərbə oyunun digər bərpa üsullarıdır. Gəldik nəyə? Oyunun müddətinə. Futzalda oyun hər biri 20 dəqiqə davam edən 2 bərabər hissədən ibarətdir. Yazırıq bura 20 dəqiqə, 15 dəqiqə fasilə 20 dəqiqə. Cəmi 40 dəqiqə. Oyun hər biri, baxın, hər biri 20 dəqiqə davam edən 2 bərabər hissədən ibarətdir. Hissələrin davamiyyəti yalnız yarışın reglamenti icazə verdiyi təqdirdə azaldıra bilər. Yəni yarışın əsasnaməsinə uyğun əsasən azaldıla bilər. Xronometrajçı hər bir 20 dəqiqəlik hissənin akustik siqnal vasitəsilə sona çatmasını işarə verir. Xronometrajçı hakim hər bir 20 dəqiqəlik hissənin akustik siqnal vasitəsilə sona çatmasını işarə verir. Akustik siqnalın səsləndirilməsindən sonra hətta hakimlər fit vasitəsilə səsləndirmə etməsələr belə hissə oyun bitmiş sayılır. Yəni xronometrajçı burada əsas götürülür. Oyunçular hissələr arasında 15 dəqiqədən çox olmayan fasilə hüququna malikdirlər. Birinci hissə oynanıldı 20 dəqiqə. 15 dəqiqə fasilə ikinci hissə oynandı 20 dəqiqə. Cəmi 40 dəqiqə oynanılır. Hissələr arası fasilə 15 dəqiqədir. Yarışın reglamentində, yəni əsasnaməsində hissələr arasındakı fasilə göstərilməlidir. Yalnız hakimin razılığı ilə hissələr arasındakı fasilənin davamiyyəti dəyişdirilə bilər. Dediyim kimi, yalnız hakimin razılığı ilə. Oyun ərzində, yəni 40 dəqiqə ərzində daha çox qol vuran komanda qalib hesab olunur. Əgər hər iki komanda bərabər sayda qol vurarsa, məsələn, A komandası 2, B komandası 2. Gördüyümüz kimi hesab bərabərdir. Yəni A komandası 2 dənə top vurub, B komandası da 2 dənə top vurub. Aha, bu zaman proses necə olur? Əgər hər iki komanda bərabər sayda qol vurarsa və yaxud qol vurmazsa A komandası 0, B komandası 0. Gördüyümüz kimi hesab heç-edədir 0. Oyun heç-heçə nəticəsi ilə başa çatır. Amma o yarışda qalib müəyyən edilməlidirsə, yəni yarışın əsasnaməsinə uyğun qalib müəyyənləşdirilməlisə, əlavə hissə oynanılacaq. Əsas hissədən, yəni 40 dəqiqədən sonra hesab bərabər olarsa, 2 dənə əlavə 5 dəqiqə oynanılır. Yazırıq bura 5 dəqiqə, 1 dəqiqə fasilə 5 dəqiqə. Cəmi 10 dəqiqə. Demək, futzalda əlavə vaxt cəmi 10 dəqiqədən ibarət. Yəni 2 dənə 5 dəqiqədən ibarətdir. Yenə deyirəm, əsas hissədən sonra hesab bərabər olarsa, 2 dənə əlavə 5 dəqiqə oynanır. Əlavə vaxtın hissələri arasında fasiləyə icazə verilmir. Yəni 2 dənə 5 dəqiqənin arasında fasiləyə icazə verilmir. Komandalar sadəcə meydanda yerlərini dəyişirlər. Yəni birinci əlavə vaxt oynanıldıqdan sonra komandalar meydanı dəyişirlər. Komandalar sadəcə meydanda yerlərini dəyişirlər. Ehtiyat oyunçuları və komandanın rəsmi şəxsləri texniki zonaları dəyişirlər. Əlavə vaxtın hissələri arasında kiçik su fasiləsinə icazə verilə bilər.
O da 1 dəqiqədən artıq olmamaq şərti ilə. Yəni bu rəsmi qaydada 1 dəqiqə yoxdur. Sadəcə 1 dəqiqə qapıların dəyişdirilməsinə, texniki zonaların, əvəzetmə zonalarının yerləri dəyişdirilməsinə və idmançıların su fasiləsinə 1 dəqiqədən artıq olmamaq şərti ilə icazə verilir. Əsas hissə oynanıldı 40 dəqiqə. Əlavə hissə oynanıldı 2 dənə 5 dəqiqə, cəmi 10 dəqiqə. Bununla da hesab açılmazsa hər komanda qapıya 6 metrlik 5 ədəd penalti zərbəsi yerinə yetirir. Əsas hissəni oynadılar, əlavə hissəni oynadılar. Hələ də hesab A0, B0-dir. Yaxud A komandası 2, B komandası 2-dir. Yarışın əsasnaməsinə uyğun olaraq qalib müəyyənləşməlidirsə, artıq burada nə olmalıdır? Hər komanda qapıya 6 metrlikdən 6 metrlik, yəni birinci penalti nöqtəsindən 5 dənə penalti zərbəsi yerinə yetirməlidir. Əgər bununla da qalib müəyyən olunmazsa, penalti zərbələri qalib müəyyən olunana dək davam etdirilir. Oyun başa çatdıqdan sonra 6 metrlik nöqtədən yerinə yetirilən zərbələr oyunun tərkib hissəsi sayılır. Yəni penalti seriyaları var ha. Yekunda qalibiyyəti müəyyənləşdirmək üçün komanda penalti seriyaları tətbiq olunur ha. Həmin penalti seriyaları oyunun tərkib hissəsi sayılmır. Futzalda penaltılar atışında ehtiyat oyuncular da iştirak edə bilər. Gəldik nəyə? Top. Futzalda bütün toplar kürəvi formaya malikdir. Futzalda bütün toplar kürəvi formaya malik olmalıdır. Məsələn, çəkirik topun şəklini. Bütün toplar kürəvi formaya malik olmalıdır. Topun dairə boyu uzunluğu. Baxın, dairə boyu uzunluğu bu nəzərdə tutulur. Topun dairə boyu uzunluğu 62 santimetrdən az, 64 santimetrdən çox olmamalıdır. Yəni topun minimal çevrəsi 62 santimetrdir. Maksimal çevrəsi isə 64 santimetrdir. Bəs topun kütləsi, yəni çəkisi oyun başlama anında 440 qramdan artıq, 400 qramdan az olmamalıdır. Yəni 440 qramdan artıq 400 qramdan az olmamalıdır. Futzalda topun çəkisi oyunun başlama anında 440 qramdan artıq, 400 qramdan az olmamalıdır. Yəni 4 minimal, futzalda topun minimal kütləsi 400 qram, minimal kütləsi 400 qram. Maksimal kütləsi isə necə olacaq? Maksimal kütləsi isə 440 qram. Demək, topun kütləsi minimal 400, maksimal 440 qram. Hər ikisində qram. Minimal çevrə 62, maksimal çevrə 64 cm. Dəniz səviyyəsində təzyiq 0,6, 0,9 atmosfer olmalıdır. Futzal 4 nömrəli topla oynanılır. Futbol 5 nömrəli topla oynanılır. Yadda saxlayaq. Futbol 5 nömrəli topla oynanılır. Futzal 4 nömrəli topla oynanılır. Bəs futzal topunun oyuna yararlı olub olmadığını necə yoxlayırlar? Gəlin onu deyək. Topu 2 metr hündürlükdən atırlar yerə. Top 2 metr hündürlükdən atılarkən yer səthinə, yəni meydança səthinə toxunuşundan sonra 50 santimetrdən aşağı, 65 santimetrdən hündürə sıçramamalıdır. Əgər 50 santimetrdən aşağı, 65 santimetr hündürə sıçramamalıdır deyirik. Bu parametrlərdən kənara çıxırsa, bu top oyuna yararlı deyil. Yadda saxlayaq. 2 metr məsafədən top yerə atılır. Əgər top yer səthinə toxunuşundan sonra 50 santimetrdən aşağı, 65 santimetrdən yuxarıya sıçramamalıdır. Əgər bu parametrlərdən kənara çıxırsa, top oyuna yararsız hesab edilir. Deyirik ki, futzalda top oyundadır. Gəlin görək top nə zaman oyunda hesab edilir? Deyirik ki, top oyunun hakimlərinə toxunduğu. Baxın, oyunun hakimlərinə toxunduğu qapı dirəyindən
qapı tirindən qayıdaraq meydanda qaldığı bütün hallarda top oyunda hesab edilir. İndi gəlin bunun əksinə baxaq. Top oyunda deyil. Yəni bunun antonimi. Bax dedik top oyundadır. İndi deyirik top oyunda deyil. Top oyundan çıxmış hesab edilir. Top qapı xəttini yaxud yan xətti yerlə və hava ilə tam keçirsə. Qapı xətti də meydançada göstərmişdik. Yaxud yan xətti, yəni out xəttini yerlə və hava ilə tam keçirsə, meydançanın xaricinə çıxırsa, top oyunda deyil. Oyun hakim tərəfindən saxlanılırsa. Oyun hakim tərəfindən saxlanırsa, top oyunda deyil. Sonra top tavana dəyərsə, top oyunda deyil. Demək, top oyundan çıxmış hesab edilir. Qapı xəttini yaxud yan xətti qapı yerlə və hava ilə tam keçirsə, oyun hakim tərəfindən saxlanılarsa, bir də top tavana dəyərsə, top oyundan çıxmış hesab edilir. Top maçın hakimlərindən birinə toxunduqdan sonra oyun meydançasına qalır. Yəni meydançada qalır. Yəni meydanda olan hakimlərindən birinə toxundu, meydançada qalır. Komanda perspektivli hücuma başlayırsa, yəni artıq bu fürsəti dəyərləndirir də, hakimə deyir, top bunların qabağına düşdü, komanda perspektivli hücuma başlayırsa, top birbaşa qapıya istiqamətlənirsə, yəni hakimə toxunub qapıya istiqamətlənirsə, top hakimə toxunub digər komandanın nəzarətinə keçirsə, bütün bu hallarda oyun mübahisəli topla bərpa olunur. Bir də deyirəm, maçın hakimlərindən birinə toxundu. Yəni biz topu vuran zaman top maçın hakiminə toxundu və meydançada qaldı, oyun meydanında qaldı. Komanda perspektivli hücuma başlardı. Yəni bundan istifadə edib bunu dəyərləndirirsə, perspektivli hücum. Top birbaşa hakimə toxunub qapıya da istiqamətləndirsə, top hakimə toxunub digər komandanın nəzarətinə keçirsə, bütün bu hallarda oyun mübahisəli topla bərpa olunur. Qüsurlu top. Futbolda olan bir şeyləri Kapravet eləyib futzala qeyd ediblər. Eyni cümlələr. Qüsurlu top. Top oyun zamanı partlayır. Normal bir şeydir də. Topa güclü zərbə vurarlar, partlaya bilər. Top oyun zamanı partlayır və ya qüsurlu vəziyyətə düşərsə. Qüsurlu nədir? Artıq bu topla oynamaq qeyri-mümkün məsələdir. Qüsurlu vəziyyətə düşərsə, oyun dayandırılır. Ehtiyat top vasitəsilə birinci topun qüsurlu hala düşdüyü yerdən mübahisəli top atmaqla bərpa olunur. Bəli, top oyun zamanı partlayırsa, qüsurlu vəziyyətə düşürsə, oyun dayandırılır. Harda top qüsurlu hala düşmüşdürsə, məsələn düşmüşdü burada. Bax burada qüsurlu hala düşdü. Oyun dayandırılır. Ehtiyat top vasitəsilə birinci topun qüsurlu hala düşdüyü yerdən mübahisəli top atmaqla bərpa olunur. Mübahisəli topla. Hakim topu oyunçunun qabağına atır, oyunçu topa başlayır mübahisəli top atmaqla. Bunu bilirik. Əgər top başlanğıc zərbəsindən, qapıdan atış zamanı, sonra küncdən zərbə, cərmə və sərbəst zərbədə, 6 metrlik zərbədə, yan xəttdən oyuna daxil edilərkən qüsurlu hala düşərsə, oyun müvafiq qaydada yenidən bərpa olunur. Oyun müvafiq qaydada yenidən bərpa olur nə deməkdir? İstər futbolda, istər futzalda. Başlanğıc zərbədir, küçdən zərbədir, qapıdan zərbədir, cərmə və sərbəst zərbələrdə, 6 metrlik zərbədir, yan xəttdən zərbədir. Qüsurlu hala düşdüsə, həmən yerdən ehtiyat top vasitəsilə oyun bərpa olunur. Mübahisəli top atmaqla yox ha. Başlanğıc zərbədəsə başlanğıc zərbə başlanır. Küncdən zərbədən qüsurlu hala düşübsə küncdən zərbə yerinə yetirilir. Qapıdan zərbə zamanı qüsurlu hala düşürsə qapıdan zərbə başlanır. Cərmə və sərbəst zərbələrdə qüsurlu hala düşürsə oyun müvafiq qaydada yenidən bərpa olunursa həmin zərbə təkrarlanır. Sonra əgər top 6 metrlik zərbə zamanı, bax burada qeyd elədik. 6 metrlik zərbə zamanı yaxud 6 metrlik nöqtədən yerinə yetirilən zərbələr seriyası. Zərbələr seriyası artıq oyun bitdikdən sonra qalibi müəyyənləşdirmək üçün istifadə olunan seriyalardır. Zərbələr seriyası zamanı irəli hərəkət etdikdən sonra
hər hansı bir oyuncuya, qapı tirinə, qapı dirəklərinə toxunmazdan əvvəl qüsurlara düşərsən. Yəni qısa konkret belə deyək də, altimetrlik penaltı atışını yerinə yetirirsən. Top heç nəyə toxunmadan, nə qapı dirəyinə toxunub, nə qapı tirinə toxunub, heç nəyə toxunmadan qüsurlu hala düşübsə. Nə edəcək hakim burada? Altimetrlik cərmə zərbəsi təkrar ediləcək. Əgər top qapı dirəklərindən birinə, baxın indi nə deyirəm? Əgər top qapı dirəklərindən birinə və tirə toxunduqdan sonra partlayaraq və qüsurlu vəziyyətə düşərək qapıya daxil olarsa, hakim qolu qeydə alacaq. Nə olsa top qüsurlu hala düşdü. Qapı dirəyinə, qapı tirinə toxunub qapıya daxil oldu da, qüsurlu hala düşərək daxil oldu. Hakim burada qolu qeydə alır. Bir də necə? Məsəl üçün, altimetrlik cərmə zərbəsi zamanı qapı dirəyinə, qapı tirinə toxundu, partladı, amma qapıya daxil olmadı. Qapıya daxil olsa qoldur. Qapıya daxil olmazsa, topun partladığı yerə yaxın nöqtədən mübahisəli top atmaqla oyun bərpa olunur. Futzalda oyun ərzində top baş hakimin icazəsi olmadan dəyişdirilə bilməz. Gəldik nəyə? Mübahisəli topa. Mübahisəli topu futbolda da demişdik, burada da deyirik. Mübahisəli top. Top cərmə meydançasında. Baxın, cərmə meydançasını göstərik. Top cərmə meydançasında müdafiə olunan komandanın qapıçısı üçün yer atılır. Top cərmə meydançasında müdafiə olunan komandanın qapıçısı üçün yer atılır. Əgər oyun saxlanılan zaman top cərmə meydançasında olub, əgər oyun saxlanılan zaman top cərmə meydançasında olubsa, müdafiə olunan komandanın qapıçısı üçün yer atılacaq. Topa sonuncu toxunuş cərmə meydançasında olub. Bu mübahisəli topla bərpa olunur. Yenə deyirəm, oyun saxlanılan zaman top cərmə meydançasında olubsa, topa sonuncu toxunuş cərmə meydançasında olubsa, bu zaman top cərmə meydançasında müdafiə olunan komandanın qapıçısı üçün yer atılır. Əgər rəqib komandanın meydanında baş veribsə, bu zaman rəqib komandanın qapıçısı üçün yer atılacaq. Digər bütün hallarda hakim topu onun sonuncu dəfə oyuncuya, baxın, hakim topu onun sonuncu dəfə oyuncuya, kənar əşyaya, yaxud oyunun digər hakimlərindən birinə toxunduğu yerdə, topa sonuncu dəfə toxunmuş komandanın bir oyuncusu yer atır. Mübahisəli topda deyir ki, oyunun digər hakimlərindən birinə toxunduğu yerdə. Yəni yekunda hakimə toxunub da, topa oyunun digər hakimlərindən birinə toxunduğu yerdə topa sonuncu dəfə toxunmuş komandanın bir oyuncusu üçün yer atır. Topa sonuncu dəfə toxunmuş komandanın bir oyuncusu üçün yer atır. Mübahisəli top belə başlanır. Mübahisəli top zamanı futbolda 4 metr məsafə gözlənilirdi. Futzalda 2 metr məsafə gözlənilməlidir. Mübahisəli top zamanı mütləq ikinci toxunuşdan sonra qapıya qol vurmaq olar. Futbolda demişik də, mübahisəli topdur, sərbəst zərbədir, yan xəttdən zərbədir. Mütləq şəkildə ikinci toxunuşdan top vurulmalıdır qapıya. İkinci toxunuşa. Birinci toxunuşa vursan belə, top qapıdan keçsə belə qol qeydə alınmır. Top yer səthinə toxunduqda, mübahisəli topu başlayır komanda. Hakim oyuncu üçün yer atır. Top yer səthinə toxunduqda artıq oyunda hesab olunur. Bəs gəlin baxaq, mübahisəli top nə zaman yenidən atılır? Təkrarlanır. Hakim mübahisəli topu yer atır oyuncu üçün. Top yer səthinə toxunmazdan əvvəl oyuncu topa toxunarsa. Yəni hakim topu yerə atan zaman havada olan topa oyuncu ayaq vurarsa. Bu zaman mübahisəli top təkrarlanır. Sonra top yer səthinə toxunduqdan sonra heç bir oyuncuya toxunmadan meydançanı tərk edərsə. Hakim topu yerə atır, mübahisəli topu başlayır. Top meydança səthinə toxunduqdan sonra, heç meydança səthinə düşdükdən sonra heç bir oyuncuya toxunmadan meydançanı tərk edirsə, burada da mübahisəli top təkrarlanır. Əgər mübahisəli top atılarkən top ən azı 2 oyuncuya toxunmadan qapıya daxil olarsa, 2 oyuncuya toxunmadan qapıya daxil olmaq nə demək? Yəni birbaşa birinci toxunuşa top qapıya gedir.
İki oyuncuya toxunmadan qapıya daxil olmaq o deməkdir ki, top birbaşa birinci toxunuşa qapıya daxil olub. Əgər mübahisəli topda, əgər top rəqib komandanın qapısına daxil olarsa birinci toxunuşa qol qeydə alınmır. Rəqib komanda qapıdan zərbə ilə oyunu başlayacaq. Əgər top komandanın öz qapısına daxil olarsa, burada da qol qeydə alınmır. Rəqib komandanın xeyrinə küncdən zərbə təyin olunacaq. Yenə deyirəm, mübahisəli topdur, sərbəst zərbədir, yan xəttdən zərbədir. Mütləq şəkildə ikinci toxunuş olmalıdır. Top mənə atıldı, mən sənə atmalıyam, sən vurmalısan qapıya. Birinci toxunuşa istər rəqib komandanın qapısına göndər. Top qapıdan keçmədi. Rəqib komanda qapıdan zərbə. Mübahisəli topu birbaşa birinci toxunuşa öz qapına göndər. Top qapıdan keçmədi. Rəqib komandanın xeyrinə küçdən zərbə. Yadda saxlayaq. 6 metrlik zərbə zamanı əgər top qapı dirəklərindən birinə və tirə toxunaraq partlayarsa və qapıya daxil olmazsa, bayaq bunu dedim, bir də təkrar deyirəm. Oyun dayandırılır. Oyun topun partladığı anda olduğu yerə yaxın nöqtədən mübahisəli topla bərpa olunur. Gəldik nəyə? Gəldik futzalda komandanın tərkibinə. Aha. Futzalda komandanın tərkibi 14 oyuncudan ibarətdir. 14 oyuncu. Əsas heyət yazıram bura. Əsas heyət 5. Ehtiyat 9. Komandanın tərkibi 14 oyuncudan ibarətdir. Komandanın əsas heyəti 5'dir. Ehtiyat heyət 9 olmaqla bir komandanın tərkibi 14 oyuncudan ibarətdir. Oyun futzalda iki komandanın iştirakı ilə, məsələn A və B komandası görüşür. İki komandanın iştirakı ilə qapçı da daxil olmaqla, baxın qapçı da daxil olmaqla hər bir komandada 5 nəfərdən artıq oyuncu olmamakla keçirilir. A komandası da 5 nəfərlə meydançaya çıxır. B komandası da 5 nəfərlə meydançaya çıxır. Və bu 5 nəfərdən biri qapçıdır. 4'ü sahə oyuncusudur. B komandasında biri qapçıdır. 4'ü sahə oyuncusudur. Yəni 5'in 5'e oynanılır. İki komanda üçün meydançada maksimum 10 nəfərdən artıq oyuncu ola bilməz. İki komanda üçün meydançada 10 nəfərdən artıq oyuncu ola bilməz. Hər hansı komandanın heyətində 3 nəfərdən az oyuncu olarsa, 3 nəfərdən az oyuncu deyəndə nə başa düşürük? 3 nəfərdən az oyuncu artıq 2 nəfər, 1 nəfər nəzərdə tutulur da. Hər hansı komandanın heyətində 3 nəfərdən az oyuncu olarsa, maç başlanar və davam etdirilə bilməz. Demək, futzalda komanda oyuna maksimum 5 nəfər, minimum 3 nəfərlə başlaya bilər. 3'dən az texniki məğlubiyyətdir. 5'dən artıq ola bilməz oyuncu bir komanda üçün. 3'dən də az ola bilməz. Minimum 3'dən başlamalıdır. Maksimum 5 ilə başlamalıdır. Sonra 1 yaxud bir neçə oyuncunun bilərəkdən nədir? Saymamazlıq edir də, saymır. Bilərəkdən oyun meydançanı tərk etməsi nəticəsində komandada 3 nəfərdən az oyuncu qalmışdırsa, oyun gedir. A komandasının bir və bir neçə oyuncusu bilərəkdən hakimə saymamazlıq edərək nə edir? Meydançanı tərk edir. Oyun meydançasını tərk edir. Və nəticədə komanda da 3 nəfərdən az oyuncu qalıb meydanda, 3 nəfərdən az oyuncu qalıbsa, hakim onu saxlamağa məcbur deyil. Hakim artıq rəqib komandanın xeyrinə üstünlük prinsipi tətbiq edir. Rəqib komandanın qazanması üçün şans yaradır. Hakim onu saxlamır. Bəli, bir komandanın bir neçə oyuncusu oyun ərzində meydançanı tərk edirsə, hakimi nə edir? Bilərəkdən bunu edirsə, meydançanı tərk edirsə, oyun gedə-gedə, yəni top canlı olan zaman meydançada bir komanda üçün 3 nəfərdən az oyuncu varsa, hakim onu saxlamır. Rəqib komandanın xeyrinə üstünlük prinsipi tətbiq edir ki, rəqib komanda udsun. Artıq bu hakimə bilərəkdən bunu edir, saymamazlıq edir. Lakin top oyundan çıxdı. Top oyundan çıxsa bu ölü sayılır da.
Top oyundan çıxdıqdan sonra əgər komandada söhbət bir komandadan gedir. Oyuncuların sayı 3 nəfərdən azdırsa, hakim oyunu bərpa etməyəcək. Yəni top meydanı tərk elədi və bir komandada oyuncuların sayı 3-dən azdırsa, artıq hakim burada oyunu bərpa etməyəcək. Gəldik nəyə? Oyuncu dəyişikliyinə. Gəlin oyuncu dəyişikliyi haqqında danışaq. Oyun ərzində ediləcək əvəz etmələrin sayına məhdudiyyət qoyulur. Bəli, istədiyimiz qədər futzalda oyuncu dəyişikliyi edə bilərik. Basketbolda istədiyimiz qədər oyuncu dəyişikliyi edə bilərik. 3x basketbolda istədiyimiz qədər oyuncu dəyişikliyi edə bilərik. Handbolda istədiyimiz qədər oyuncu dəyişikliyi edə bilərik. Futzal da həmin elə idman növlərindən, oyunlarından biridir ki, biz burada da istədiyimiz qədər oyuncu dəyişikliyi edə bilərik. Niyə? Çünki əvəz ediləcək, yəni oyun ərzində ediləcək əvəz etmələrin sayına məhdudiyyət qoyulur. Yəni məhdudiyyət yoxdur da. Tez-tez oyuncumuzu dəyişə bilərik. FIFA'nın konfederasiyaların və milli assosiasiyaların bayrağı altında keçirilən istənilən rəsmi yarışda maksimum 9 ehtiyac oyuncudan istifadə edilə bilər. Yarışın reglamentində ehtiyac oyuncuların maksimum sayı göstərilməlidir. Əvəz etmə zonaları ehtiyat oyuncular oturacaqlarının qarşısında yan xəttin üzərində yerləşir. Əvəz etmə zonaları. Əvəz etmə topun oyunda olub olmamasından asılı olmayaraq istənilən vaxt yerinə yetirilə bilər. Gəlin bunu bir analiz edək. Nə deməkdir bu? Topun oyunda olub olmamasından asılı olmayaraq, olub olmamasından. Yəni top meydançadadır yaxud meydança yoxdur. Yəni top canlıdır yaxud ölüdür, cansızdır. Topun oyunda olub olmamasından asılı olmayaraq, asılı olaraq demirəm ha, asılı olmayaraq istənilən vaxt yerinə yetirilə bilər. Handbolda da bu qayda belədir, futzalda da bu qayda belədir. Əsas oyuncunun ehtiyat oyuncu ilə əvəz edilməsi üçün aşağıdakı şərtlər yerinə yetirilməlidir. Gəlin baxaq. Futzal oyun qaydalarında nəzərdə tutulmuş hallar istisna olmadan əsas oyuncu meydanı öz komandasına aid əvəz etmə zonasından tərk edir. Bəli, əsas oyuncu özünə aid əvəz etmə zonası var da, komandanın öz meydançasında özünə aid əvəz etmə zonası var. Meydançanı oradan tərk edir. Əvəz edilən oyuncu meydanı tərk etmək üçün əvəz edilən oyuncu hakimlərdən icazə almamalıdır. Ehtiyat oyuncu meydana daxil olmaq üçün hakimlərdən icazə almamalıdır. Ehtiyat oyuncu meydana yalnız əvəz edilən oyuncu meydanı tərk etdikdən sonra daxil ola bilər. Yəni əvəz edilən oyuncu meydançanı tərk eləməlidir ki, ehtiyat oyuncu meydançaya daxil olsun. Ehtiyat oyuncu meydana yalnız öz komandasına aid əvəz etmə zonasından daxil ola bilər. Ancaq özünə aid əvəz etmə zonasından, rəqibin əvəz etmə zonasından daxil olmur. Komandanın özünə aid əvəz etmə zonasından meydançaya daxil ola bilər. Futzalda dəyişiklik zamanı əsas oyuncu meydanı tərk etmədən, baxın, meydançada olan əsas oyuncu meydanı tərk etmədən ehtiyat oyuncu meydana girərsə, hakim ehtiyat oyuncuya rəsmi xəbərdarlıq edəcək. Futzal oyun qaydalarında əks olunmuş hər hansı səbəbdən, baxın, oyun qaydalarında səbəb var da, əks olunmuş hər hansı səbəbdən əvəz edilən oyuncu hardan əvəz olunmalıdır? Əvəz etmə zonasından da, 5 metrlik əvəz etmə zonasından. Əvəz edilən oyuncu başqa zonadan meydançanı tərk edərsə, məsələn, qolu sındı, qılçası sındı, hər hansı bir səbəbdən əvəz etmə zonasından yox, meydançanın başqa zonasından meydanı tərk edərsə, bu halda önlük 3-cü hakimə təhvil verilir. Bu andan etibarən ehtiyat oyuncu əsas heyətin oyuncusu olur. Əvəz edilmiş oyuncu ehtiyat oyuncuya çevrilir. Yəni qolu ya qılçası sınmış oyuncu artıq meydançaya qayıda bilməyəcək. Ona görə artıq o ehtiyat oyuncuya çevrilir. Ehtiyatdan meydançaya daxil olan oyuncu isə əsas heyətin oyuncusuna çevrilir. Gəldik nəyə? İsinmə. Oyun zamanı eyni zamanda
isilmə hərəkəti edə biləcək komandaların ehtiyat oyuncularının sayı ən çox 5 nəfər ola bilər. Qapıçının dəyişdirilməsi. Hər hansı ehtiyat oyuncu, bir komandanın neçə ehtiyat oyuncusu var? 9. 5 əsasdır, 9 ehtiyatdır. Hər hansı ehtiyat oyuncu hakimləri məlumatlandırmadan, baxın, ehtiyat oyuncu hakimi məlumatlandırmır və oyunun dayanmasını gözləmədən qapıcı ilə yerini dəyişə bilər. Demək, ehtiyat oyuncu hakimləri məlumatlandırmır və oyunun dayanmasını gözləmədən, yəni top canlıda oyun gedir, oyunun dayanmasını gözləmədən qapıcı ilə yerini dəyişə bilər. Söhbət ehtiyat oyuncunun qapıcı ilə yerini dəyişməsindən gedir. Amma əsas heyətin oyuncusunda biraz bu qayda fərqlidir. Hər hansı əsas oyuncu, yəni meydançada olan əsas oyuncu qapıcı ilə yerini dəyişə bilər. Bəli, ehtiyat oyuncusu qapıcı ilə yerini dəyişdiyi kimi, əsas heyətin oyuncusu da meydançada olan əsas heyətdə qapıcı ilə yerini dəyişə bilər. Qapıcı ilə yerini dəyişən əsas oyuncu bunu oyun dayanan zaman etməli. Yəni top ölü olmalıdır da. Bunu oyun dayanan zaman etməli və dəyişiklikdən öncə hakimləri məlumatlandırmalıdır. Demək, əsas heyətin oyuncusu, meydançada olan əsas heyətin oyuncusu qapıcı ilə yerini dəyişirsə, bunu oyun dayanan zaman eləməli və dəyişiklikdən öncə hakimi məlumatlandırmalıdır. Amma ehtiyat oyuncu hakimləri məlumatlandırmadan və oyunun dayanmasını gözləmədən qapıcı ilə yerini dəyişə bilər. Qapıcı ilə yerini dəyişən əsas və ehtiyat oyuncu üzərində öz nömrəsi olan qapıcı köynəyi giyməlidir. Bəli, idmançının öz nömrəsi üzərində olur. Sadəcə qapıcının forması qapıcı formasından eyni olmalıdır. Amma nömrəsi üzərində qalmaqla qapıcının köynəyini giyinməlidir. Bəzi hallarda yarışın reglamentində qeyd oluna bilər ki, əsas və ehtiyat oyuncu oyun ərzində qapıcı ilə yerini dəyişən zaman qapıcı köynəyi üzərində öz nömrəsinin olmağı ilə yanaşı əsas qapıcının köynəyi ilə eyni rəngdə olmalı. Yəni qapıya keçirsə qapıcı hansı köynəyi giymişdi, həmin köynəklə eyni rəngdə olmalıdır və necə olmalıdır? Öz nömrəsi kürəyində qapıcının köynəyi üzərində öz nömrəsi olmaqla yanaşı qapıcının köynəyi ilə eyni rəngdə olmalıdır. Gəldik nəyə? Futzalda qapıcı topsuz şəkildə cərimə meydançasını tərk edə bilər. Topsuz şəkildə cərimə meydançasını tərk edə bilər. Biz bunu handbolda da demişdik ki, qapıcı topsuz şəkildə altimetrik qapıcı meydançasını tərk edə bilirdi. Futzalda qapıcı əlinlə topu tutub cərimə meydanından çıxırsa, rəqib komandanın xeyrinə cərimə zərbəsi veriləcək. Yəni rəqib komanda cərimə zərbəsi yerinə yetirəcək. Futzalda qapıcı ayaqla topu götürüb cərimə meydanından çıxırsa, mərkəz var, mərkəz xətti var. Mərkəzi keçməmək şərtlə 4 saniyədən çox qalarsa, bax, qapıcı ayaqla topu götürüb çıxıbsa, 4 saniyə ərzində mərkəz xətti rəqib tərəfə keçməlidir. 4 saniyə ərzində mərkəz xətti rəqib tərəfə keçməlidir. Mərkəz xətti rəqib tərəfə keçmirsə, 4 saniyədən artıq meydançanın özünə aid hissəsində qalırsa, bu zaman rəqib komandanın xeyrinə sərbəst zərbə təyin edilir. Amma 4 saniyə ərzində mərkəz xətti rəqib tərəfə keçib nə qədər istəsə topla orada oynaya bilər. Bu problem deyil. Amma topu ayağınla götürüb cərimə meydançasından çıxdısa, 4 saniyə ərzində mərkəz xətti rəqib tərəfə keçməzsə, meydançanın özünə aid hissəsində qalırsa, rəqib komandanın xeyrinə sərbəst zərbə. Əllə topu götürüb cərimə meydanından çıxdısa, və buradan əllə götürüb çıxsa, rəqib komandanın xeyrinə cərimə zərbəsi təyin ediləcək. Gəldik nəyə? Time out, yəni fasilə. Futzal dedik əsas hissə elə 2 hissədən ibarətdir. Əsas hissə birinci hissə oynanır 20 dəqiqə, ikinci hissə oynanır 20 dəqiqə, cəmi 40 dəqiqə oynanır. Futzalda time out, yəni fasilə, komandanın fasilə götürməyi. Futzalda hər hissədə hər komanda bir time out götürə bilər. Baxın, hər hissədə söhbət əsas hissədən gedir ha. Əlavə hissədə time out söhbət yoxdur. Futzalda əsas hissədə də, yəni hər hissədə
hər komanda bir timeout götürə bilər. Məsələn, A komandası birinci 20 dəqiqəlikdə bir timeout götürür. 15 dəqiqə fasilə ikinci 20 dəqiqəlikdə yenə bir timeout götürə bilir. Yəni, hər hissədə, hər komanda bir timeout götürə bilər. Bunun da vaxtı 1 dəqiqə, yəni 60 saniyədir. Birinci hissə ərzində 1 dəqiqəlik time-out üçün müraciət etmiş komanda ikinci hissə ərzində yalnız bir dəfə 1 dəqiqəlik time-out üçün müraciət edə bilər. Mən birinci hissə ərzində 1 dəqiqəlik time-out üçün müraciət elədim. Time-outumu götürdüm, istifadə elədim. Mənim artıq ikinci hissə üçün bircə dənə palojnam qalıb, time-outum qalıb. Yəni mən hər hissəyə bir dənə time-out verilir də komanda üçün. Bir komanda 40 dəqiqə ərzində maksimum 2 time-outdan istifadə edə bilir. Hər hissədə bir dənə. Birinci hissə ərzində 1 dəqiqəlik time-out üçün müraciət etmiş komanda ikinci hissə ərzində yalnız bir dəfə 1 dəqiqəlik time-out üçün müraciət edə bilər. Artıq birini istifadə edib bir dənəsi qalır. İkinci hissədə də bir dəfə 1 dəqiqəlik time-out üçün müraciət edə bilər. Yəni, əsas hissədə, hissə ərzində məşqçi maksimum 2 time-outdan istifadə edə bilər. Əlavə vaxt təyin edildiyi təqdirdə, artıq 10 dəqiqə oynanılacaq da, əlavə vaxt təyin edildiyi təqdirdə komandalara 1 dəqiqəlik time-out götürməyə icazə verilmir. Yəni, əlavə vaxtda time-out olmur. Time-out elə əsas vaxt olur. Futzalda time-out zamanı oyunçu dəyişikliyinə icazə verilmir. Bəli, komanda time-out götürübsə, artıq burada oyunçu dəyişikliyi edə bilməz.